Salam. Yine de sizinle inşallah bugün iki kelime üzerinde danışacağız. Miskin və fəqir kəlməsi üzərində danışmaq istəyirəm. Bildiyiniz kimi tərcümələrdə miskin və fəqir kəlmələrinə yoxsul, ehtiyaclı anlamları verirlər. Amma Quran bunu bir də görürsən yan-yana gətirir. Məsələn, Tövbə surəsi 60-cı ayədə Allah fəqir və arxasınca miskini gətirmişdir. Əgər ikisi eyni şey olsa ardıcıl gəlməzdi təbii ki. Biri artıq olurdu. Allah da artıq söz işlətməz. Onun üçün də bunun arasındakı o incə fərqi görməyiniz üçün bu videonu yazıram. Bildiyiniz kimi tərcümə üzərində işlədiyim üçün mən bu incəliklərə məcburam baxıram. Amma o qədər gözəllikləri görürəm ki, o qədər incə nöqtələri, fərqləri anlayıram ki orada. Həqiqətən də sizinlə bunu paylaşmağı özümü boş bilirəm. Keşke hər kəs Qur'anı daha dəqiq, hətta tərcümə etmək niyyəti ilə oxuya. Yəni o dəqiqliyinə çatmağa çalışaq. Çox muhteşemdir. Başlayaq. Deməli, bu fikhi baxımından yox, Qur'ani semantika məsələsidir. Düz mərkəzdən məsələni ortaya qoyaq ki, deməli birinci fəqir kəlməsini izah edək. Fəqir sözü bildiyimiz f, q və r hərflərindən kök olaraq düzəlmiş sözdür. Əsas mənası onurğanı sındıran boşluq mənasını verir. Yəni boşluqdur, amma insan onurğasını sındırıb arasında yaranan boşluğa deyirlər. Hətta fəqərə sözü də bizdə işlənən beldəki bel fəqərəsi deyirlər ha. Bax o da bu kəlmədən götürülür. Bel sümüyündə yaranan yarıq anlamına gələn sözdür. Buradan gələn məna daxildə çökmək, əsas ehtiyacın olmaması, əsas ehtiyac duyduğu şeyin yani olmaması, ondan boş olması yani. Mesela birinin bir şeye ihtiyacı var ama əli ondan boşdur. O baxımdan fəqir kəlməsi işlənib. İnsanı ayakta saxlayan dayağın çatlamasına da işlənir. Yani o səni ayakta tutacaq şey var ha, o dayaq. O çatışmır. Əlində yoxdur. O zaman olursan nə? Fəqir adı alırsan. Quranda Bəqərə surəsi 273-də məsələn lil fuqara kəlməsi fəqirlər üçün bir ifadəsi keçmişdir. Fəqir yəni imkanı olmayan, əsas ehtiyaclarını ödəyə bilməyən, amma hələ ayaqdadır, hərəkət edir, hərəkəti var. Aydındır. Yəni bizdə bir növ kasıb anlamında işlənən bir sözdür. Fəqir ehtiyacı var, amma hələ sınmayıb deməkdir. Miskin nə deməkdir? Miskin sözü S, bizim bildiğimiz S hərfi, K hərfi və bir də nun, N hərfindən düzələn səkənə kəlməsindən götürülmüş bir sözdür. Əsas mənası dayanmaq, hərəkətsiz qalmaq, donmaq anlamıdır. Sakinləşmək, bizdə də məskun, sakin bu sözlərdən, bu kəlmədən türəyən sözdür. Yəni köçəri olmayan bir yerdə məskunlaşana deyərik ki, məskun, sakinləşmiş, yəni orada dondu, qaldı. Sözün kökü səkənə sakitləşdi, məskən etmək, suk nə olanda məskən salmaq anlamında işlənir. Quranda Bəqərə məsələn surəsində 14 və 16-cı ayətlər arasına baxsaq, Al it'amun fi yevmin zi məsxəbə, Bələd surəsi üzr istəyirəm, Bəqərə deyirəm, Bələd surəsi 14 və 16-cı ayələr. Al it'amun fi yevmə izin məsxəbə, yetimən və məqrəbə, av miskinən və mətrəbə. Burada keçən ifadədə yoxsulluq artı, yani o kəlmənin sonundakı av miskinən və mətrəbah, yani və ya yedizdirməkdir, acılığa sahib olan bir gündə təam verməkdir. Həman o əqəbəni aşmaqdan danışır orada. Və bir yetimə zə məqrəbə, yaxınlığına yani sahib olduğu, yaxın bilib, yaxınlığa sahib olduğu bir yetimə yemək verməkdir. Və ya miskinə, mətrəbə, turabüs turaba, yəni torpağa sərilmiş olan. Yəni dedik ki, fəqir ayaqda olandır. Amma miskin nə deməkdir? Ücə ayaqda deyil. Biri var yıkılmaq üzrə olan bir ev, biri de var artıq yıkılmış bir ev. Yani yıkılmış, yani çatısı yerə çökmüş olur miskin, amma hələ çatısı yıkılmıyor. Amma yıkılmaq üzrədirsə, bu hələ nədir? Fəqirdir anlamındadır. Anlaşıldı mı? Yani arasındakı fərqi tutmağa çalışmağınız üçün bunu deyirəm. Deməli miskin oldu, yoxsulluq artıq onu hərəkətsiz qoyub, işləmək, qazanmaq gücü yəni tükənibdir, yəni donubdur. Həyat qarşısında oturub qalmış adama deyərlər. Həyat qarşısında bu adam əlli hər yerdən üzülüb və ölümü, o qəbrini qazıb ölümü gözləyən bir adam vəziyyəti kimi bir haldır. Yəni miskinlik fəqirlikdən daha betər bir haldır. Amma miskin
dedik ki nədir? Ehtiyac yox, iflic halıdır. Aydındır. Məsələn, ehtiyaclı fəqirdir, amma iflic vəziyyətində olan miskindir. Qur'anı iyarxaya incə, amma qəti bir fikirlə qoysaq bunu ortaya. Qur'an bu iki sözü yan-yana gətirir, amma qarışdırmır. Tövbə 60-cı ayə dediyimiz kimi İnnəmə sədəqat lil-fuqarai vəl-məsakin. Çox dəhşətli bir şeydir bu. Niyə? Çünki Allah birinci miskin daha betər vəziyyətdədir, amma birinci fəqiri qabağa salır, sonra miskini gətirmişdir. Düzülüş sırasına əgər istəsələr insanlar baxsınlar, birinci fəqir gəlir, sonra miskin gəlir. Birincisi buna toxunaq ki, əgər eyni olsaydı biri artıq olardı. Quran isə artıq söz işlətməz. Burada tərəqqi vardır. Əvvəl fəqir gəlir, sonra isə miskin gəlir. Bu ardıcıllıq təsadüfi deyildir. Niyə? Qısa toxunuram buna, çünki bu böyük bir mövzudur. İnsanlar hər zaman çökmüş şeyi ayağa qaldırmazlar. Birinci çökmək üzrə olan bir şeyi təmir edərlər ki, o çökməsin. Anlaşıldı nə demək? Niyə çökməsin? Çökməsin ki, düzəlsin ki, ən azı o da çökəni qaldırsın. Anlaşıldı nə demək istəyirəm? Yəni fəqir miskin səviyyəsinə düşməsin deyə, o düşüb də artıq, bu onu tadmasın deyə birinci buna kömək elə deyir. Yəni ortada iki yaralı var. Biri belə deyək, sağalması mümkün deyil, biri isə sağalması mümkündür. Birinci hansına müdaxilə olunacaqdır? Bildin mi? Birinin şah damarı kəsilib, qan aparır. Birinin isə vurulubdur, ondan da güclü qan axır. Amma onun qanını dayandırmaq olar. Amma şah damarı kəsiləni saxlaya bilməyəcəksən deyək ki. O zaman müdaxilə sağalma ümidi olana aparılır. Burada da eyni hərəkət sistemini qurub Allah. Deyir, yoxsulluğu aradan qaldırmaq üçün o fəqirlərə dəstək olun ki, miskinlik səviyyəsinə düşməsinlər. Bəli, miskinə də kömək lazımdır, qaçınılmazdır. Amma sən miskinlik səviyyəsinə düşənləri göz ardı eləsən, ömrü boyu miskinliyi bitirməyəcəksən. Amma fəqirləri köməyə qabağa salıb, bu şərtlə miskinə kömək eləsən, o zaman sən yoxsulluğu bitirə bilərsən. Yəni, belə deyək də, kasıbı yoxsulluq səviyyəsinə düşməkdən qurtar, yoxsulluğu aradan qaldır. Belə götürəndə bizim dildə kasıb var, yoxsul var. Yoxsul hər şeydən məhrum olan deməkdir. Kasıb isə ən azı bir neçə şeyi var. Hər şeyi yəni itirməyən adam kasıbdır deyək ki, amma hər şeyini itirən adam yoxsuldur deməkdir. Oydu ki, biz hər şeyini itirməyən adama dəstək olaq ki, hər şeyini itirməsin, yoxsa yoxsulluğu bitirə bilmərik. Yəqin ki, fikrim bura qədər tam aydındır və son olaraq bunu qeyd edim ki, qısa müqayisə etsək, bir cədvəl yaratmaq istəsək təsəvvürümüzdə, yəni bu ikisinin, fəqir və miskinin xüsusiyyətini anlamağımız üçün, deməli, fəqir kök mənasına baxdığımızda daxili çat, boşluq olan deməkdir. Miskin isə donma, hərəkətsiz deməkdir. Bunun kök mənası. Xüsusiyyətlərini ortaya qoysaq, xüsusiyyət baxımından, deməli, fəqirin dedik ki, kök mənası daxili çat, boşluq anlamı verir, halı isə çətinlik içində olan deməkdir. Hərəkət fəqirdə var, ümid də var. Fəqirdə həm hərəkət var, həm ümid var. Amma miskində hal baxımından tam acizdir, yəni aciz halındadır. Amma fəqir nə idi dedik? Çətinlik içindədir, amma aciz deyil. Amma miskin acizdir artıq. Hərəkət baxımından fəqir hərəkətdədir, yəni hərəkəti var, amma miskində artıq hərəkət yoxdur, donmuş vəziyyətdədir. Fəqirdə ümid var, o haldan qurtulmaq və yaxud da ki, ümid var hələ, ümid vericidir. Miskində isə sönmək üzrədir. Yəni ümid artıq tamamilə sönmüş vəziyyətdədir deyək ki. Ya hər yerdən ümidini kəsmişlər. Yəni özünə qarşı ümidi kəsilmişdir artıq. Fəqirin amma özünə qarşı hələ ümidi var. İnanır ki, bu vəziyyətdən çıxa bilər. Ona biraz dəstək eləmək lazımdır. Ki, o da onun özünə qarşı ümidini itirənlərin durumuna, öz güvənini itirənlərin durumuna düşməsin. Bir cümləlik qapanış eləyək, bu söhbəti bitirək. Fərq ayaqdadır. Fəqir ayaqdadır, amma boşdur. Miskin boşdur və artıq çökübdür, oturubdur. Quran insanın yoxsulluğunu maddi deyil, vəziyyət kimi ölçür. Pul az ola bilər. Bu fəqirdir. Yəni pulu az ola bilən biri nədir? Fəqirdir.
Hərəkət də yoxdursa da, artıq nədir? Miskindir. Yəni pulu qurtarıb, hərəkətdən dayanıb bu miskindir. Amma pulu var, azdır, amma hərəkətdədirsə bu fəqirdir. Sözüm bu qədər. Allah bizləri inşallah bu prizmadan məsələyə yanaşan və bir-birimizə dəstək olan, fəqirlərimizi zənginləşdirməyə çalışan, miskinlərimizi də ən azı özlərinə ümid yaradıb, onları o pozitiv haldan aktivliyə təkan verməkdə müvəffəq eləsin. Vəssalamu aleykum və rəhmətullah.